Salam uşaqlar, necəsiz? Bugün biz sizinlə birlikdə deməli model 4-cü qrup kimyanın ilk anlayışı bölməsini izah edirik. Çox xahiş edirəm, diqqətli oluruq. Bir-bir mən bu hesablamaları aparacağım və siz diqqətlə baxacaqsınız. Birincisi çox rahat, yəni həmişə keçdiyimizdə adi bir misal tənliyidir. Deməli bu tənlikdə bizə nə deyir? Bu tənlikdə bizə deyir ki, hansı halda 10 dərəcə Selsiyadan 60 dərəcə Selsiyaya gedəndə hal dəyişir. Deməli, misalımızda əsas məqsədimiz budur. 10 dərəcə Selsiyadan 60 dərəcə Selsiyaya gedəndə dəyişir. Gördünüz, 10-dan 60-a aqreqat hal dəyişir, bərkdən mayeyə. Amma 10-60 düz burada mərkəzə düşür, eşinə dəyişmir. 10-60 mərkəzə düşür və burada eşinə dəyişmir. 10 dərəcədən 60 dərəcə Selsiyaya gedəndə dəyişən yalnız 1-dir, x-dir. Dəyişməyən y və z-dir. Doğru cavabımız C bəndi. Sabit temperaturda qapalı qabda x, y, z maddənin qatılığının, bax görürsünüz, zamandan asılılığı verilibdir. Hansı ifadələr doğrudur? Baxın, reaksiya daxil olan maddələr var. Reaksiya daxil olan maddələr Z-lə Y-dir. Alınan maddəniz X-dir. Bu reaksiya konkret birləşməni göstərir. X reaksiya məhsulu doğrudur. Tabir anında bəli, sistem tarazlıqda gözür. Tabir anında sistemin tarazlıqda olduğunu biz müşahidə edirik. 2 doğrudur. Tarazlıq anında Z-in qatılığı x, y-in qatılığından çoxdur. Tarazlıq anında, gəlin baxaq bir dəqiqə sizlə bura. Tarazlıq anında z-in qatılığı budur, x-in qatılığı budur, y-in qatılığı da budur. Tarazlıq anında bunların qatılıqları eyni deyil. Ona görə 3-cü fikir səhvdir. Doğru cavabımız 1, 2. Deməli, 1, 2, bir dəqiqə tarazlıq anında çoxlu deyir. Mən elə düşünürəm ki, bərabərdir deyir. Bəli, z-in tarazlıq qatılığı x və y-dən çoxdur. Deməli, 1, 2, 3. B variantımız doğrudur. Doğrudan da fikir verirsiniz, z-in qatılığı x-in və y-in tarazlıq qatılığından çoxdur. Tarazlıq qatılığı bilsiniz nə deməkdir uşaqlar? Tarazlıq qatılığı, bax qoy diqqət edin, harda dayanıbsa, bax tarazlıq qatılığı odur əzizlərim. Bax, həmin nöqtəni başa düşürük. İndi isə keçdik sizlə 3-cüyə. Hansı hallarda doğru ifadə müəyyən olunur? Ayrılma üsulları. Ayrıcı qıftısa müxtəlif cinsli, distillə eyni cinsli, çötürmə müxtəlif cinsli, müxtəlif cinsli, eyni cinsli, müxtəlif cinsli. Mən 3-də doğru cavab B variantını deyirəm. Başlayın. Keçdik 4-cü suala. Rahat bir sualdır. Deməli, bir-birində yaxşı qarışan maddələrin hamısının maye halda olduğunu nəzərə alaraq hansı ifadələr doğrudur? Y və T eyni maddədir. Gəlin görək doğrudan da Y və T eyni maddədirmi? Y və T eyni maddədir. Deməli, bunların sıxlıqları nədirlər uşaqlar? Bir-birlərinə bərabər. Deməli, Y və T eyni maddədir. Amma Y və T sabit deyil axı bunun qaynaması. Bu isə sabitdir. Deməli, bunlar eyni maddə ola bilməzlər. Sonra X, Y, Z eyni maddədir. Ay uşaqlar, X, Y, Z necə maddə ola bilər ki, birininki 200 dərəcə Selsiyə qaynayır, birininki 100, bir də şeydir, qarışıqdır, getdi. Z mayesi, əla, X və Y isə qarışıqdır. Xeyr, X qarışıq olsaydı onun qaynaması məlum olmazdır. X axı qaynaması sabit fiziki xassəsi olan, qaynaması məlum olan saf maddələrdir. Olmayanlar isə bizim qarışıq maddələrimizdir. X mayesi Y və Z qarışığıdır. X mayesi, xeyr, X sabitdir, bu da səhvdir. Y mayesi, bəli, Y mayesi sabit deyilsə qarışıq ola bilər. Və doğru cavab nə variantı? Y variantıdır. 4 getdi, keçdik 5-ci sualımızın qəşəng həllinə. Bir dənə təmizlik yaradaq biz burada. Aha. Deməli, davam elədik. Sualımız, deməli, indi isə keçdik sizlə birlikdə 5-ci sualın həllinə. 5-ci sualın həllində bizə nədən danışır? Aha, deməli, bizim X2 birləşməmiz var. Ya 11 qramda 8 qram oksigen var, belə baxaq. Ya da ki, bunun deməli 11 qramda 8 qram hidrogen var və ya 22 qramda 16 qram hidrogen var. İndi isə gəlin, biz baxaq görək ki, deməli 11-ə 8-dirsə, baxaq, 11-ə 8-dirsə, belə götürək, əslində X-in də Y-in kütləsi 16-da, burada da Y2 olduğuna görə 32-yə də X, Y2-dir. Deməli, 4 dəfə artıq olanda X, Y2 nəyə bərabər olur? 44-də. X də buradan bərabər olur 12-yə. Deməli, bizim doğru cavabımız nə variantıdır burada?
Deməli 12 olduğuna görə doğru cavabımız olacaq sizlə C variantı. İndi isə keçdik sizdən 6-cı sualın həllinə. 6-cı sualda bizə nədən danışır? X, Y, A birləşməsində Y-in bir dənə baxın, X, Y, A birləşməsində Y 50%-dirsə, onda bu da 50%-dir. Deməli, belə çıxır ki, kütlələri bərabər olmalıdır. Əgər X-lə Y-in kütləsi bərabərdirsə, A get, 1 getdi. Aha, mən 2-ni qəbul eləyərdim. Niyə 2-ni qəbul eləyirəm? Ona görə 2-ni qəbul eləyirəm ki, əgər bir x 32 götürürsə, y 16 götürürsə, A da burada 2-yə bərabər olacaqdır, 32-nin 32 olacaqdır. Və 50-nin 50-yə biz qiymətini hesablayıb çıxarda biləcəyik. İndi isə keçdik digər varianta. Digər variantımızda isə deməli, keçirib, bir dəqiqə silim, qoyun təmiz olsun. Aha, X, Y, B 60%-dən söhbət gedir. Aysa 60%-dən söhbət gedirsə, indi isə biz burada Y-in kütləsini tapmalıyıq. Bu 60% isə təbii ki, bu da neçə faizdir? 40%-ə bərabərdir. 40B, belə götürək də, 40Y bərabərdir 60X-ə. İxtisar getsək, Y bərabərdir 1,5X-ə. Deməli, X-imizin qiyməti burada bərabərdir. Deməli, 1-ə, Y-imizin qiyməti də bərabərdir 1,5-ə. Bax, belə yadımızda saxlayaq. İndi isə gəlin, hesablamada təbii ki, bu uyğun gəlməyəcəkdir. Amma 4-ün qiyməti, bir dəqiqə, 4-ün qiyməti burada uyğunluq bizə verir. Niyə 4-ün qiyməti bizə uyğunluq verir? X, Y, B-də bu, yenə deyirəm, 60% isə, bu da 40%-dir. İxtisar eləsək, deməli, 2-nin 3-ə də, yəni 2 budur, 3 budur. Deməli, 2 budur, 3 budur, 60, X, Y. Hədə yenə düz gəlir uşaqlar. Yenə 50-nin 50-yə olarsa, 32-nin 16-2, yəni ki, X-in qiyməti Y-in qiymətindən, əzizlərim, X-in qiyməti Y-in qiymətindən 2 dəfə çoxdur. Hə, doğrudan da bizə 4 də uyğun gəlir, 2 də uyğun gəlir. Doğru variantımız A variantıdır. İndi isə sizlə keçdik, deməli 7-ci suala. X-ın Y reaksiya girdi, X-in 80% reaksiya girir. 100%-in 40-dırsa, bunun 80% reaksiya girir. Yəni 32-si reaksiya giribsə, 40-dan 32-yə düşəndə 8-i qalır. Deməli, M burada nəyə bərabərdir? 8-ə. Gəldik M-ə. 16Y tam sərf olunub. Bax, belə götürək. 32 də X sərf olunub. Deməli, X, Y itokda neçə olub? 32 bu sərf olunub. 16 da bu sərf olunub. 48. Sol sağa nə olub? Bərabər B variantı. Aha. Davam elədik. Əssalam. İndi keçdik sizlə 8-ci sualın həllinə. 8-ci sualın həllində deməli biraz riyazi hesablamadan söhbət gedəcək. Getdik. Deməli, birinci qarışıq X və Y-dən söhbət gedir. X və Y-dən söhbət gedir. Y neçə faizdir? 25. X neçə faizdir? Burada 75 qəbul edəcək. Sonra, deməli, Y-ə 25 verir, baxın. Y Z birləşməsində Y-ə 10% verirsə, 90%də burada nədən söhbət gedir? Z-dən söhbət gedir. 25X bərabərdir 75Y-ə. Baxaq, biz də bilməliyik ki, burada deməli 75-i 75-i biz bölürük 25-ə. 75-i biz 25-ə bölünə nəyə bərabər edirik? Baxaq, bir dəqiqə. 75-i 25-ə bölürəm, eləyir 3. Deməli, onda X bərabərdir 3Y olursa, X bərabərdir 3-ə, Y bərabərdir 1 olur. Y-in qiymətinin 1 olduğunu tapdım. Buna 1 yazıram, buna da Z yazıram. Yazıram 90
bərabərdir 10, 90y bərabərdir 10 z ixtisar elədim. 9y bərabərdir z-ə. Y bərabərdir 1-ə, z də bərabərdir 9-a. Bax, belə yadımıza qaldı. Yox, tapdıq. X-i neçə tapdım, baxın. X-i tapdım 3, əla. Z-i də neçə tapdım, burada 9 tapdım. Qəşəng. İndi mənə deyir ki, X-in kütlə payını tapın. 100%-ə görə ümumi qarışıq 12-dir. 100%-ə görə ümumi qarışıq 12-dir. Və burada imen X-i soruşur. 3 də nəyə bərabərdir? X-in faizinə. Elə bil ki, biz burada 300-ü, bir dəqiqə, 300-ü böləcəyik 12-yə. Bu da gəldi, bizdə neçəni verdi? 25-i. Vəssalam, aldıq 25 cavabını. İndi isə biz sizlə keçdik 9-cu məsələmizin həllinə. Deməli, biz 8-ə nə variantı tapdıq? C variantı. Bax, burada belə eləyirəm ki, tam aydın olsun. İndi keçdik 9-cu məsələnin həllinə. X2y, deməli, X-in kütləsinin, deməli, ümumi X2y-ə olan nisbəti bərabərdir 7/11-dir. Və X-in nisbi atom kütləsi burada nəyə bərabərdir? 14-ə. Amma bizə 7 verib kütləsini. Amma əslində nisbi atom kütləsi 14-ə bərabərdir. 1x-in nisbi atom kütləsi 14-ə bərabərdirsə, 2x-in nisbi atom kütləsi 28-ə bərabərdir. Yəni 7 4 dəfə artır. Onda 11 də 4 dəfə artırsa nəyə bərabər olacaq? 44-ə. İndi isə 44-dən çıxaq 28-i. Gəl baxaq. 44-dən 28 çıxanda neçə eləyir? 6 bu elədi. 14-dən 8 çıxanda, 3-dən də 2 çıxanda 16. Söhbət getdi 16-dan, doğru cavabımız nə variantı olacaqdı? C variantı. Bayaq ki, misal oxşur bu yeni hesablamada. Gəlin, indi bu hesablamamıza sizdən köməkli baxaq. 10-cu sualın həllinə baxıram. Deməli, SOB, deməli, 60 budur, 40 budur, 32 budur, 16 B də budur. 40 vur 16B bərabərdir 32 vur 60. Bax belə. 32-nin 16-nı get 2 yaz. Bundan bunu ixtisar elə. Bura 2 yaz, burada 3 yaz. 2-lər də getdi, B bərabər oldu 3-ə. Значит, bu oldu SO3. İndi isə X2OB-ni X2O3 götürəcəm. Əgər oksigen burada 30% isə, X də burada 70%. Bunu götürək 2X, bunu götürək 48. 2X bərabərdir 70 vur 48. 48. Böl 30. Bundan bu getdi. Getdisə bura 10 düşdü. Bura isə 16 düşdü. Belə yadınızda saxlayaq. Sıfırlar da getdi. Əla. Biz burada elə bil ki 7-ni vuracaq. 7-ni vururuq. 16-ya. 7-ni vursam 16-ya. 112. Deməli, 2x-in bərabər olur 112-yə. X-in də bərabər olur 56-ya. Söhbət getdi Y variantından. Davam elədik. Əla bura kimi. Deməli, 11-ci suala baxırıq. 11-ci sualda bizə nə deyir? Manqan XOY. Manqan burada 33 qiymətini verib. Bu isə bizə burada 33,6-nı veribdir. Manqan əslində 55x-dir. Bu da isə bizə 16y-dir. Çarpaz hesablama aparaq. 33-ü vuraq 16y-ə. 55-i də vuraq 33,6-ya. 55x-i bağışlayın. Deməli, 33,6-nı bölürəm 16-ya. Hesablamada bununla bunu silsəm, bura düşür 2,1. Düzdür. 55-i də bölürəm 33-ə. 55-i 33-ə bölmək olmur. Onda gəlin bir yazıq. 33y bərabərdir. 55x vuraq 2,1. Deməli, 55-i vurum 2,1-ə. 115,5x elədi. 115,5x elədi. Bu da elədi 33. 33-ü 115,5-ə. 110, bağışlayayım dəqiqə, 115,5, 33. İxtisar eləsək nə alınar? Bununla bunu ixtisar eləsək. Deməli,
y bərabərdir, belə yazaq. Y bərabərdir 3,5 x-ə. 3,5 x də olmadığına görə hər tərəfi vururam 2-yə. 2y bərabərdir 7x-ə. X bərabərdir 2-yə, y də bərabərdir 7-yə. Bu da olacaq manqan 2 O7. Təbii ki, mən burada aldım nə variantını? Burada aldım. Deməli, 11-ci sualda D variantını. Keçdim 12-ci sualın həllinə. Deməli, 12-ci sualın həllində X O birləşməsi veribdir. Mollar eynidir. X O2-ni veribdir. 11,2 veribdir. Deməli, tənlik quraq sistem tənliyi. X plus 16 bərabərdir 7,5 mollar bərabərdir. X gələk 32 bərabərdir 11,5-ə. Əla. Deməli, mollarımız da eynidir. Mollarımız da eynidir. X elementi nisbə atom kütləsini biz burada nə armalıyıq? Tapmalıyıq. Aha. Birinci tənliyin hər iki tərəfini birinci belə də eləmək olar uşaqlar. Bir dəqiqə biz bəlkə 11,5-dən çıxaq. Bir dəqiqə 11,5-dən çıxaq. Bir dəqiqə 11,5-dən çıxaq. 7,5. Deməli, 11,5-dən çıxdım 7,5-i. Fərq neçə elədi? 4 elədi. Fərq 4 elədi. Deməli, əslində isə o fərq elə bir ki, oksigendən 32-16 arasındadır. 32-dən 16 çıxanda fərq elədi 16. 4 fərqə görə 7,5 götürək. 16 fərqə görə x götürək. Gəlin 7,5-i vuraq 4-ə. Eləsin 30. Deməli, x o bərabərdir 30-a, x də bərabərdir 14-ə. İşte doğru cavabımız nə variantı olur? C variantı. Əla. Davam elədik. İndi isə gəldi bizim hesablamamızda. Deməli, 13-cü məsələ yer aldı. 13-cü məsələ yer aldı. X, Y-in kütləsi 11M-dir. Deməli, bir dənə silək, bu bura boş düşübdür. Keçdi ikinciyə. 2x2, Y3 bərabərdir 26M-ə. Fikir verin, 1x 16-dır. Fikir verin. 2y də 112-dir. Deməli, x-dən x də burada nəyə bərabərdir? 56-ya bərabərdir. Gördünüz? Yəni, bizim deməli hesablamamızda bunlar hər ikisi nəyə bərabərdir? 56-ya bərabərdir. Onda biz nətər hesablama aparmalıyıq? Gəlin yazaq. Deməli, 56 üstə gələk y bərabərdir 11m. 112 plus 3y bərabərdir 26m-ə. Əla. Deməli, hər iki tərəfi 2-yə vursaq, 112, bu elədi 2y, bu da elədi 22. 112-lər getdi, 112-lər y də bərabərdir 26-dan 22 çıxanda elədi 4m. 4m. Deməli, bizim y-imiz burada nəyə bərabər oldu? 4m. İndi gəlin yerinə qoyaq. Deməli, x, y bərabərdir 11m dedikdə biz burada. M-ə də, deməli, y-ə də 4m tapdım. X də 56-dır. 56 üstə gələk y-ə yazıram 4m bərabərdir 11m. 56 bərabərdir 11-dən 4m çıxanda 7m eləyir. Bununla da bu getdi. M burada 8-ə bərabər oldu. Və mən sizə doğru cavab deyərdim ki, burada deməli, doğru cavabımız bizim burada elədi. Neçəyim? 8. Deməli, 13-də biz B variantını tapdıq. Əla. Sualımız qutardı mı? Görən, baxardıq. Yox, bizim hələ 14-cü sualımız durur. Deməli, 14, 15, 16, 3 dənə sualımız qaldı. Deməli, gəldim. X SO4. Ümumi kütlə 160-dır. Əla. Qəşəng. Oksigen də burada neçə faizə bərabərdir? 40%. Uşaqlar, oksigenin kütləsi 64 qramdır. Fikir verin. Bu da 32 qramdırsa, əgər bunun 64 qramı 40%-dirsə, onda bu da 20%-ə bərabərdir. X SO4 160-a bərabərdir. X də burada bərabər, X üstə gələk 96, 160-a bərabərdir. Biz
Mən sizə deyim də 160-dan çıx 96-nı. Mən 64 aldım. İkisini də burada elədi 64 qram. Əgər bu 64, bu 32, bu da 64-dürsə, deməli onda burada 40%-ə bərabərdir. Bu qədər. Kükürdün faizini bizə burada 30% veribdi. Oksigen də bizə 40% veribdi. Doğru ifadələri, doğru ifadələri müəyyən elə. Bu getdi. X bərabərdir. Düz verib. Axı 40% bərabərdir 20%, 2 dəfə 20%-ə. Bir də mən burada 3 və 4-ü götürərdim. Doğru cavab nə variantı? Təbii ki, C variantı bizə uyğunluq verdi. Deməli 14-də doğru cavabımız C variantı. Bir də diqqətlə baxaq. C 3. Mən niyə C götürdüm ki? 3, 4 demədi yaxı 2, 3-ə bağışlayın. D variantı. İndi isə gəldik 15-ci sualın həllinə. 15-ci sualın həllində bizə nə deyir? X SO4-də X-in faizi 20-dir. Gəlin baxaq, X SO4-də X-in faizi 20-dir. Bu duzun 360 qramında nə qədər kükürt olduğunu müəyyən edin. Əgər X 20%-dirsə, X plus 96-nı gəlin belə götürək, 100 götürək. Ay sağ olun. 20%-ə gəlin X-i götürək. Bundan bu ixtisar getdi, 5 düşdü. 4x 96-ya bərabərdir. Gəlin biz bir dəqiqə 96-nı bölək 4-ə. X-imiz gəlsin. Burada eləsin neçə uşaqlar? 24. Mən X-i 24 aldım. Bu ümumilikdə X SO4 24 gələk 96 120 qram elədi. 120 qramın içində kükürt 32-dir. Bəs 360-ın içində yəni 3 dəfə artıq neçə eləyər? 96. Cavabımız C variantıdır. Bu qədər. Rahat və sadə biz bunu hesablayıb işimizi apara bildik. İndi isə keçdik sizlə 16-cı məsələnin həllinə. Manqan X, kükürt Y plus O2, manqan O2, SO2 alındı. Kütləsi M-dir. Tam yamasanla manqan O2-nin kütləsi də M-ə bərabərdir. İndi baxırıq. X və Y-i tapaq. Manqan O2-nin kütləsi gəlin görək niyə elə oldu. Manqan neçədir? 55 üstə gələk. 32 elədi 87. Deməli, bunun kütləsi 87-dir. Onda bu birləşmənin kütləsi nəyə bərabərdir? 87-yə bərabərdir. 87-yə bərabərdir. Mən X-in Y-i tapmalıyam ki, bizə 87 qramı verə bilsin. 87 qramı verə bilsin. İndi gəlin bir dənə əmsallarımız yerində deyil də. Əmsallarımızı yerinə qoyardıq. Tam dəqiq hesablamamızı aparardıq. Deməli, kükürdü bizə 32 veribdir. Manqanda bizə 55 veribdir. Gəlin belə yazaq. 55 X-imiz üstə gələk 32 Y-imiz bərabərdir 87-yə. 55-in üstünə çəkələk 32, 87 eləyir. Elə bu manqan S-i bizə verməzmi? Məncə bu bizi manqan S-i verər uşaqlar. 16-da manqan S-i verir. Nəyə görə deyirəm? Hər tərəfi X-lə götürüm. 55X üstə gələk 32X bərabərdir 87-yə. Deməli, 87X bərabərdir 87-yə. X-lər də bərabərdir 1-ə. Düzdür? X-ə bərabərdir 1-ə. Ay sağ olun. Deməli, bunda manqan S-dir. Və hər ikisinin də əmsalı indeksi 1 olduğuna görə cəmini 2 götürürəm. Doğru cavabımız C variantı. Çox sağ olun uşaqlar.